Bu günləri Azərbaycan dövləti öz maraqlarından bir addım da geri çəkilmir və bizim Vaşinqtonda Azərbaycan prezidentinin olan bu ehtiramın səbəblərindən biri də odur ki, prezident bu günləri sözünün ağasıdır, nəyi deyir, onu edir və beynəlxalq sülhə təhlükəsizliyə çox ciddi töhfələr verir. Yəni bu bir həqiqətdir. Ancaq sizə başqa bir həqiqətə söyleyeyim. Biz Birləşmiş Ştatlarla bu günləri çox sıx əməkdaşlıq edirik, düzdür? Yaxın zamanda strateji tərəfdaşlıq sənədi imzalayacaq. Ancaq Azərbaycanda hakimiyyətdən kimlərsə bugün Birləşmiş Ştatların xüsusi xidmət orqanları ilə əlaqəyə girib anti-Azərbaycan addımlar atsa, onlar da vətənə xəyanətlə ittiham ediləcək, onlar da öz cəzasını çəkəcəklər. Burada bilirsiniz, bu Rusiya ilə bağlı oldu, ABŞ-la və Brüssel ilə, Fransa ilə bağlı olsa, eyni aqibət onları gözləməyəcək. Amerikanın belə adamlarla istifadə eləməsi faktı Azərbaycan ictimaiyyətində daha çox tendensiya alınmalı və görülür. Biz Amerika ilə münasibətlərimiz indi daha çox istiləşir. Çünki uzun bir tarixi dövrdə, bu müstəqillik dövrümüzdə zigzagvari münasibətlər olmuşdur. Xüsusilə Biden dövründə daha da pisləşdi. Bizdə yanaşma, mən konsepsiyanın özünü deyirəm. Və Rusiya ilə bizim ənənəvi qonşu münasibətlər və s. və o səbəbdən də Rusiya ilə bağlı 5-ci kolon və s. kimi ifadələr daha çox işlədilib, kimlərinsə Rusiyanın maraqlarından çıxış etməsi ilə bağlı yanaşmalar həmişə olub. Birləşmiş Ştatlar 5-ci kolon deməmişik. Yox, deməmişik də. Çünki Birləşmiş Ştatlarla biz qonşu da deyilik və bizim münasibətlərimiz də ki, o səviyyədə olmuyor ki, baş versin. Mənim sözümün canıdır ki, konseptual yanaşmanı deyirəm. Konseptual yanaşma odur ki, Azərbaycanın milli dövlət maraqlarını qoyub kənara, hər hansı bir dövlətin alfa, beta, nə bilim, x, y, z dəxli yoxdur. Hər hansı biri ilə dövlətin milli maraqlarını tapdıyıb. Rusiya bir də İran. Əsas qonşularla da. Əsas onunla, amma bu eyni zamanda... Nəyə ki, Afrika ilə başqa? Yox, Afrikanın o maraqları yoxdur bizdə. Söhbət ondan gedir ki, bir arxayınçılıq sindromu deyirlər. Qonşular təbii ki, bu prosesdə öndə gedə bilər. Amma bu heç də o anlama gəlmir ki, sən arxayın olasan ki, tutaq ki, Fransadan belə bir addım atıla bilməz. Fransa kimlərsə bunu etməz.